Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Dekabr ayının 14-ü, həftənin bazar günü 2025-ci ildir. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Qusar rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib və həyatını itirənlər var. Bununla bağlı News 365 az saytı da məlumat yayıb. Məlumatda qeyd olunur ki, rayonun Yuxarı Ləyər kəndində Kia markalı minik avtomobilinin idarə etmədən çıxaraq dərəyə aşması nəticəsində sərnişinlər 36 yaşlı Tamillə Ramaldanova və 43 yaşlı Cəmilə Bağırova həyatlarını itiriblər. Qəza zamanı sürücü, demək, Faizə Ramaldanova, sərnişinlər Arman və Adəm Rəhimovlar və 2017-ci il təvəllüdlü Rüstəm Rəhimov da xəsarət alıblar. Yaralılar Qusar rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Onu da deyim ki, yayılan xəbərdə demək, həm həyatını itirənlər yaralıların polkovnik Şair Ramaldanovun ailə üzvləri olduğu deyilirdi. Elə saytımıza, News 365 saytının əməkdaşına Şair Ramaldanov bununla bağlı açıqlama verib və faktı təsdiqləyib, bildirib ki, qardaşı qızı, həyatını itirən 36 yaşlı Tamillə Ramaldanova, onun qardaşı qızı, 43 yaşlı Cəmilə Bağırova isə onların dayələridir. Digər xəsarət alanlarsa hazırda Qusar rayon mərkəzi xəstəxanasındadılar və həyat təhlükələri hələ qalmaqdadır. Ölənlərə rəhmət, sağ qalanlara Allah kömək olsun deyirik və onu da deyək ki, hadisə ilə bağlı araşdırma aparılır.